Hər vaxtınız xeyir, əziz izləyicilər. 1, 2, 3, 4, 5, 6 hələ də dünyada ən çox istifadə edilən parollardan biridir. Və bəlkə də siz bunu eşidəndə gülümsədiniz, amma real təhlükə məhz buradan başlayır. Bugün biz hər gün istifadə etdiyimiz, amma çox vaxt dəyərini anlamadığımız bir mövzudan danışacağıq. Parol təhlükəsizliyi. Çünki bir parol sadəcə bir söz deyil. O sizin şəxsi məlumatlarınıza, bank hesablarınıza, hətta reputasiyanıza açılan qapıdır. Bugünkü qonağımız informasiya texnologiyaları üzrə mühəndis, tədqiqatçı, Azərbaycan Kiber Təhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Bəhruz Əli ilə birlikdə bu qapının necə qorunmalı olduğunu danışacağıq. Xoş gəlmisiniz Bəhruz bəy. Xoş gördük Ayda xanım. Təşəkkür edirəm ki, mənim dəvətimi qəbul etdiniz və bugün burada bizimlə bərabər bu mövzu üzərindən danışacağıq. Əslində biz hər dəfəsində bu tip suallara, eyni zamanda bu mövzu ətrafında olan bəzi məsələlərə toxunuruq. Amma mən düşündüm ki, bir ekspert tərəfindən də bu mövzunu yenidən danışaq. Çünki bizim işimiz maarifləndirmədir. Bizim işimiz insanlara bu nöqteyi nəzərdən daha ayıq olmasına kömək etməkdir. Biz nə qədər danışsaq, düşünürəm ki, bir o qədər kiber təhlükələr azalmış olar, bir o qədər insanlara bir yardım əlimizi uzatmış olarıq. Və zəif parollar mövzusundan biz çox danışırıq, amma hələ də əfsuslar olsun ki, bu məsələ aktivdir. Niyə insanlar 1, 2, 3, 4, 5, 6 və yaxud da ki, ad, soyad və yaxud da ki, doğum tarixi olan parollardan istifadə edirlər? Bundan niyə imtina edə bilmirlər? Sizcə məsələ nədir? Çox sağ olun Ayda xanım, təşəkkür edirəm dəvətə görə. Əslində çox təməl sualdır. Bəlkə də təhlükəsizliyin ilk sualıdır deyərdim. Təbii ki, illər əvvəl təhlükəsizlik çox əhəmiyyətli deyildi. Hətta mənim öz universitet oxuduğum illəri xatırlayıram ki, təhlükəsizlik bu qədər əhəmiyyətli deyildi. Hətta biz Windows yüklədiyimiz zaman onun bir administrator user olurdu. O həmişə açıq qalırdı. O nöqtəni bilməyən şəxslər adətən bilən şəxslər tərəfindən bir qədər zərərə uğradıla bilirdi. Ona görə də 1, 2, 3, 4, 5, QWERTY və ya admin müxtəlif parollar da elə o dövrdən bizə yadigar qalan məsələlərdir. Çünki istehsalçılar adətən istifadəçiyə müəyyən imkanlar yaradarkən və ya hər hansı bir avadanlıq istehsal edərkən onlara ilkin user və parol olaraq elə bu dediyiniz sadə parolları verirdilər ki, istifadə eləsinlər. İstifadəçilər də bəzən alırdı avadanlığı, üzərində hansı bir konfigurasiya eləyəndən sonra heç onu dəyişmək fikrinə də düşmürdülər. Çünki gündəmdə deyildi. Və təbii ki, o dövrdən bu dövrə gəlməyə başladı o adətlər. Amma mən digər fəlsəfi aspektdən də bir qədər məsələyə baxmaq istəyərdim. Ümumiyyətlə, insanlar həmişə daha rahat məsələyə qaçmaqda yaxşıdırlar. Və istəyirlər ki, onlar işləri rahat olsun, hər hansı bir sərhədlə qarşılaşmasınlar, hər hansı bir nüansla bağlı məhdudiyyət yaşamasınlar. Elə bu yanaşma insanı həm müsbət mənada yaxşı yerlərə gətirib çıxartdı, inkişaf etdirdi, həm də o xarakter insana bu formada bir məsuliyyətsiz işi görməklə də zərərə uğrada bilir. Məsələn, mən sizə misal kimi deyə bilərəm ki, sənaye inqilabları əslində insanın öz fiziki işlərini bir növ maşınlara yükləyərək azadlıq əldə etmək istəyindən gəlir. Bu insanı inkişafa aparır. Çünki bilirsiniz ki, 1-ci, 2-ci, 3-cü sənaye inqilablarında texnologiyalar və motorlar, buxar maşını arxasından elektrikin kəşf olunması, birləşik devrələr, bunlar hamısı bir növ insanın fiziki əməyini əvəz etməyə başladı. İnsanların işi rahatlamış oldu. Yəni insan bir növ öz arzusuna o formada çatmağa başladı. 4-cü sənaye inqilabında isə süni intellektin gəlməsi ilə insan zehni əməyini də artıq təhvil verməyə başlayır və bir növ o öz yükünü azaltmaq istəyir, məhdudiyyətdən qurtulmaq istəyir, işini sadələşdirmək istəyir. Bu bizi bir tərəfdən inkişafa apararkən, bir tərəfdən də insan öz işini asanlaşdırmaq üçün 1, 2, 3, 4 deyə bir parol qoya bilir. Çox sadə giriş üsullarından istifadə edə bilir. Bu əsasən bir qədər maariflənməkdən uzaq qalan və ya çox da məsuliyyəti hiss etməyən insanlar
daha çox buna doğru gedirlər. Bəzi hallarda da əslində bilir, məlumatı var, ona maraqlı deyil, düşünür ki, mənim nə məlumatım olacaq, heç bir məlumat yoxdur məndə, nəyimə uğrayacaqlar ki, götürürlər, götürsünlər, nə istəyirlər. Belə bir yanaşma olur və bu bir qədər çox qeyri-peşəkar yanaşmadır. Amma bəzən mən onlara deyirəm, sizin telefonunuzda hər hansı bir şifrə yoxdursa, sizin şəkillərinizi birdən götürə bilərlər. Deyir, götürsünlər də, mənim şəklim sir deyil ki. Deyirəm, amma sizinlə yan-yana şəkil çəkdirəməş olan şəxs ola bilər ki, şəklin internetə düşməyini istəmir. Ancaq sizin şəkillərdən ibarət deyil axı sizin qaleriniz. Ona görə də ən azı sizin telefonunuzda sizə aid olmayan digər məlumatların da hörmətinə bir qədər təhlükəsizliyimizi artırmalıyıq. Qoyduğumuz parollarda diqqətli yanaşmalıyıq və çalışmalıyıq ki, onları verərkən necə deyirlər, belə məsələlərə yol verməyək, təhlükəsizliyini mühafizə eləyək, daha ciddi parollar qoyaq. Amma təbii ki, 100% nəticəyə çatmaq mümkün deyil. Amma bizim maarifçilikdən başqa da çarəmiz yoxdur ki, nə qədər kütləyə çata bilsək, nə qədər bu məsələ barədə fikirlərimizi ifadə eləsək, daha yaxşı olar ki, o insanlar da ola bilər ki, bir müddət sonra bu məsələni öyrənəcəklər. Əks halda bir gün mütləq zərərə uğrayacaqları, bir gün məlumatlarının oğurlanacağı və ya hər hansı bir bank hesabından pul çəkəndə bu məsələnin nə qədər ciddi olduğunu daha yaxşı dərk eləyəcəklər, amma iş işdən keçmiş olacaq. Ona görə biz istifadəçilərə tövsiyə edirik ki, diqqətli olsunlar və bu tipli sadə parollardan istifadə etməsinlər. Çox sağ olun. Yaxşı, biz zəif parollardan danışdıq ki, zəif parollarla bağlı çox ətraflı izah verdiniz. Hətta keçmişə dayanaraq, insanları araşdıraraq daha ətraflı şəkildə izahını verdiniz. Və biz bilirik ki, bizim ən böyük problemlərimizdən elə biri zəif parollardır. Bəs güclü parollar üçün praktiki olaraq insanlar nəyi istifadə etməlidir? Necə davranmalıdır? Hansı parollardan istifadə etməlidir? Bəli, bu da əhəmiyyətli məsələdir Ayda xanım. Parollar ümumiyyətlə zaman keçdikcə bir qədər də kompleks hal almağa başlayıb, amma ümumi olaraq əsasən tövsiyə olunan məsələ budur ki, simvol uzunluğu 12-dən çox olmalıdır. Eyni zamanda biz parolların içərisində böyük hərf, kiçik hərf və ya müxtəlif simvollardan istifadə etməliyik. Və parollar qoyarkən bu çox əhəmiyyətlidir. Düzdür, insanlar adətən parol qoyarkən daha çətin olarsa mən onu unudaram deyə düşünürlər. Onun üçün də sadə bir metod var. Yəni biz doğum günü və ya hər hansı bizə aid məlumatı ora daxil etməkdənsə bir cümlə seçə bilirik. Tutaq ki, mən evə gedirəm. Mən evə gedirəm bizim yadımıza çox yaxşı qala bilər və belə olan halda nə edirik? Onun içərisində müxtəlif simvollar əlavə edirik. Tutaq ki, oradakı A hərfini hətt işarəsinə əvəz eləyirik, I hərfini nida ilə, hansısa hərfi bir qədər böyük yazırıq, hansısa kiçik yazırıq, ola bilsin sonra bir rəqəm əlavə eləyirik. Bu formada kompleks parolların tələblərinə uyğun olan bir format yarada bilərik, eyni zamanda yadda qalan ola bilər. Əks halda təbii ki, parollar yadda saxlamaq çox çətindir, amma qarışıq və generasiya olmuş parollar istifadə etmək istəyiriksə, onda da müxtəlif parol proqramları var. Tövsiyə olunur ki, onları istifadə olunsun. 2Pass var, Google Password Manager var, ondan sonra iPhone Keychain var. Yəni onlarda da parolları saxlayıb mühafizə etmək və istifadə etmək mümkündür. Təşəkkür edirəm. Və mən bir fakt özümlə bağlı bölüşmək istəyirəm. Əvvəllər hansı ki, kiber təhlükəsizliklə, maariflənməklə məşğul olmamışdan öncə bir paroli bir neçə platformada yazırdım. Düşünürdüm ki, düzdür, güclü parollar qoyurdum. Yəni ki, olmaması üçün kimliklər təsdiqlənmə falan olurdu. Amma bir paroli bir neçə yerdə yazırdım ki, unutmayım, hətta bank kartlarımda falan. Və daha sonra öyrəndim ki, bu doğru deyil, müxtəlif olmalıdır ki, bu artıq bir təhlükə yaradır. Yaxşı, mən bunu indi sizin kimi mütəxəssislərlə, ekspertlərlə ünsiyyətdə olduqca başa düşdüm. Amma mən istəyirəm ki, siz izləyicilərimizə bunun real təhlükənin nə olduğunu izah edəsiniz ki, bu hansı problemləri yarada bilər və biz gələcəkdə hansı təhlükələrlə üz-üzə gələ bilərik? Bəli, bu əslində çox yayılmış bir məsələdir. Yenə də birinci sualdakı o insan xarakterinin bir formasıdır ki, işini asana aparmaq istəyir, çətin vəziyyətdə qalmaq istəmir. Bir parolu bir neçə applikasiyona və ya autentikasiya tələb edən portallara daxil etdiyimiz zaman nələr baş verir? Təsadüfən həmin
şifrə ələ keçə bilər. Eyni zamanda tutaq ki, sizin daxil etdiyiniz şifrə hər hansı bir serverdə dayanır. O server leak olarsa, yəni ki, hansısa bir kiberdələduzların və ya hakerlərin əlinə keçərsə, şifrələr ortaya çıxmış olur. Onlar o şifrələrdən istifadə edərəkdən sizin digər hesablarınızı giriş cəhd edə bilərlər ki, ələ keçirsinlər və hər hansı bir öz reputasiyalarını gücləndirmək və ya maddi gəlir əldə etmək və ya digər tələblərdə olmaq üçün belə bir metoda keçə bilərlər. Ona görə də hər bir applicationda, hər bir autentikasiya tələb edən portalda və ya qeydiyyat yerində mütləq fərqli parollar daxil etmək lazımdır ki, əgər hər hansı birisi leak olarsa, ələ keçirilərsə, həmin sadəcə bir tərəfdə biz girişi itirək, amma digər tərəflərlə bağlı məhrumiyyət yaşamayaq. Əsas məntiq bunun üzərində qurulub. Amma yenə də dediyim kimi, mütləq ikinci bir məsələ, mütləq iki faktorlu autentikasiya və digər məsələləri də unutmamaq lazımdır şifrələri daxil edərkən. Siz bu iki mərhələ təsdiqlənmə mərhələsinə toxundunuz və biz bütün bu maarifləmələr, oxuduqlarımız, gördüklərimiz yetər qədər bizə gətirib çıxardır ki, biz iki mərhələli təsdiqlənməni həyata keçirək. Və bu iki mərhələli təsdiqlənməni edirik. Bu həqiqətən bizim haqq olmağımızın qarşısını alır, yoxsa o da müəyyən risklər daşıyır? Əslində belə bir şey deyim. 2 mərhələli və çox mərhələli təsdiqlənmə də var ki, 2 yox, daha çox yerdən asılıya olur. Bu çox yaxşı metodlardan birisidir və hal-hazırda biz tövsiyə edirik. Bəli. Mailə qoşa bilirsiniz, telefona qoşa bilirsiniz. Hətta autentikator proqramları var, Google və növbəti e-maillə də qoşa, başqa bir e-mail də etmək mümkündür. O təbii ki, xidməti verən portalın verdiyi xidmətdən asılıdır, amma adətən hər portal çalışır ki, bir ədədi olsun, bir e-mail, bir nömrə, bir autentikasiya və bunların hamısını eləmək imkanı var. Mən SMS ilə bağlı məsələdə bir qədər istifadəçilərin çəkinməyini həmişə istəyərəm. Niyə görə? Çünki adətən də beynəlxalq şirkətlərdə, tutaq ki, hesab açanda bu Microsoftun, Google'un və ya Apple-la bağlı sistemlərdə hesab açanda biz onu nömrəyə bağlayanda müəyyən problemlər yaşaya bilərik ki, bir müddət əvvəl beynəlxalq SMS-lərin telefonlara şifrəni göndərməsi ilə bağlı problem yaşayırdıq. Və bir çox istifadəçilər də mənə və mənim həmkarlarıma müraciət edirdilər ki, biz şifrəmizi unutmuşuq və ikinci bir bizə SMS göndərməsi nömrəni daxil edirik və bizə SMS gəlmir. Və uzun müddətdən sonra bu məsələlər öz həllini tapmağa başladı. Ona üstəgəl digər bir məsələ var SMS ilə bağlı. Nömrələri bəzən istifadəçilər alırlar, öz adlarına olmur. Bir müddət sonra onun sahibi gedir, nömrəni öz adına alır və əldən çıxmış olur. O nömrəyə bağlı olan bütün hesablar, o nömrəni əgər kimsə məqsədli olaraq əlinə keçiribsə, artıq onun hesablarına giriş etmə imkanı əldə eləmiş ola bilər. Ona görə də SMS də bir üsuldur, amma mən onu bir qədər öz şəxsi təcrübəmdən təhlükəli hesab edirəm. Amma təhlükəsiz daha yaxşı hesab elədiyim üsul autentikatorlardan istifadə etmək. Çünki autentikator bizim telefonumuzda durur. Google və ya Microsoftun autentikatoru var. Mən bunları da tövsiyə edərəm istifadə eləsinlər. Bütün hesabları yaradarkən onun təhlükəsizlik bölməsində, yəni portalların təhlükəsizlik bölməsində ikili autentikasiyanı aktivləşdirmə ilə bağlı menyu da var. Orada aktivləşdirsinlər və bu da nə gətirir bizə? Əgər həqiqi parol itirilərsə və ya unudularsa və ya başqa avadanlıq vasitəsilə öz hesabına daxil olarsa, mütləq mənada ikinci bir parol istəyir. O da təbii ki, autentikatorda olduğuna görə və ya SMS ilə gələn mesajda olduğuna görə elə olan halda artıq daha təhlükəsiz formada daxil olmuş olur. Digər məsələ də var. Məsələn, SMS ilə bağlı bir qədər də yaşlı və maariflənmədən kənarda qalmış şəxslər daha çox bu məsələ ilə qarşı-qarşıya qalırlar. Sosial mühəndislik üsulu ilə onlara gələn SMS və kodu əldə etməyə çalışırlar. Və bu da təbii ki, onların hansısa bir məhrumiyyətlə və ya problemlərlə qarşılaşmasına da səbəb ola bilər. Amma ümumi olaraq sistemin məntiqi təhlükəsizliyə xidmət edən hal-hazırki dövrdə ən yaxşı metodlardan biridir.
Təşəkkür edirəm, çox sağ olun. Əslində çox maraqlı bizim podkastımız gedir və amma bu mövzuda biz nə qədər çox danışsaq da, yenə də danışılmağa ehtiyac olan bir mövzudur. Və son vaxtlar passkey anlayışı məsələsi var ki, bunun haqqında danışılır. Bu daha çox aktiv bir mövzuya çevrilibdir. Yaxşı, passkey nədir və gələcək parollar bunu əvəz edəcəkmi? Yəni bunun proqnozunu necə düşünürsünüz? Passkey anlayışı bir qədər son illərə aid bir anlayışdır. Mən belə deyərdim ki, dünyada bir alyans yaradıb FIDO deyilən, yəni Fast Identification Online, yəni ki, bir qədər tərcümə etməyə çalışsaq, sürətli şəxsiyyət onlayn olaraq şəxsiyyət təsdiqi formasında belə tərcümə eləsək, yəni ki, burada nə etməyə çalışır alyans? Alyans özündə çox böyük beynəlxalq şirkətləri birləşdirir. Bura daxildir Microsoft, Google, Samsung, Apple özü də daxildir. O qurumları birləşdirir və onların məqsədi ondan ibarətdir ki, şifrə yadda saxlamadan daha təhlükəsiz formada giriş üsullarını ortaya çıxarsınlar və beynəlxalq formada tətbiq etsinlər. Passkey anlayışı əslində həmin alyans bir neçə üsul ortaya çıxardıb, amma bunlar arasında ən uğurlu olanı passkey olduğunu deyə bilərik. Passkeyin mən mexanizmasını izah etmək istəyərdim, necə işləyir. Bəlkə bu istifadəçilərə də maraqlı olar. Passkey bundan ibarətdir ki, biz tutaq ki, misal verərək deyim, Google-da bir hesab yaratmaq istəyirik. Hesab yaratmaq istəyərkən bizim telefonumuz vasitəsilə hesab yaratmaq istəyərkən iki key yaradır. Public key, private key. Yəni ümumi açar və gizli açar. Gizli açar bizim telefonumuzda qalır. Public key dediyimiz ümumi açarsa qalır server tərəfdə. Bütün əvvəlki üsulda necə idi? Bütün parollar server tərəfdə qalırdı. Server leak olursa, ələ keçirilirsə bizim parolumuz nə olurdu? Kiberdələcənin əlinə keçirilirdi. İndiki halda nə baş verir? Parolun yarısı elə bir buradadır, yarısı orada. Mən bunu bir qədər də sadə misalla izah edeyim ki, istifadəçilər rahat olsun. Bunu qapı açarına bənzətmək olar. Açar özümüzdədir, qapı oradadır. Hamı görsə də açarı olan aça bilir onu. Ona görə də, amma məsələ necədir? Biz ora daxil oluruq. Bizdə private key olur, public key qarşı tərəfdə olur. Qoşulmaq istədiyimiz zaman mütləq mənada Face ID və ya fingerprint tələb olunur. Yəni ya barmaq izi və ya üz skanı ilə bağlı tələb olunur, amma onlar da o məlumatlar da telefonumuzda qalır, serverə yüklənmiş olmur. Və biz onu təsdiq elədiyimiz zaman qoşulma baş verir. Qoşulma prosesində nə olur? Server bir sorğu göndərir. Bizim telefonumuzda olan private key ilə onu imzalayır. Avadanlıq əgər doğrudursa, bir növ açar oturdusa daxil olmuş oluruq. Artıq biz heç bir parol yadda saxlamamış oluruq. İndi sual yarana bilər, bəs o keyi oğurlamaq mümkündürmü telefondan? O telefondan demək olar ki, çıxmır, orada da qalır və ona görə də Windows 11 istehsal olunanda TPM deyilən bir çip tələb olundu ki, hansı ki o çipin içərisində şifrələr qalır və şifrəli şəkildə qalır eyni zamanda və onları necə deyirlər, əldə eləmək imkanı yoxdur. Eyni üsul başqa adlarla, başqa çip adları ilə iOS telefonlarında da var, Android telefonlarda da var. Və indi burada bir digər məsələ çıxır ki, bəs mən digər bir avadanlıqdan qoşulmaq istəsəm nə edəcəm? Orada da təbii ki, QR kod çıxardır qarşımıza və o telefonumuzda əgər açmışıqsa o hesabı həmin telefonla təsdiqini verib qoşula bilirik. Amma burada da bir avadanlıqdan asılı olmaq məsələsi ortaya çıxır. Bəs ondan necə qurtula bilərik? Onun da tövsiyə olunan yolu budur ki, Google Password Manager və ya iOS-larda da iCloud KeyPass istifadə edirik ki, həmin o private keylər o sistemdə qalır və həmin o password qutularından istifadə edərək başqa yerlərdə də həmin o private key istifadə edərək hesablarımıza daxil ola bilərik. Təşəkkür edirəm Bəhruz bəy. Çox maraqlı danışdınız, çox maraqlı tövsiyələrinizi verdiniz. Daha real izahlar verdiniz və elə bir şəkildə izah etdiniz ki, bizi
hər hədəf kütləsindən izləyən insanlar var. Çünki bu hamı üçün vacib olan bir məsələdir və hamının anlaya biləcəyi bir dildə izah etdiniz. Və biz bu gün də gördük ki, bu gün də başa düşdük ki, yəni kiber təhlükəsizlikdə mütləq şəkildə ilkin etaplardan biri düzgün parollardır. Yəni biz nə qədər öz parollarımızı qorusaq, nə qədər biz düzgün parollardan istifadə etsək, bir o qədər risklərdən qorunmuş olarıq. Nə qədər çox linklərə daxil olmasaq, bilmədiyimiz linklərə və artıq bu bizim həyatımızı bir neçə riskdən qorumuş olar. Və bu gün biz izləyicilərimizə tövsiyə edək ki, hələ də bir paroldan yenə eyni platformalarda istifadə edirsə, bu onlar üçün riskdir və durmadan bunu izləyən kimi dəyişmələrini tövsiyə edirik və ümumiyyətlə kiber təhlükəsizlik deyəndə insanlar da başa düşürlər ki, bu texnologiyadır, bu sadəcə bir davranışdır, bu insani davranışdır, mütləq buna real vərdişlərimiz kimi, real günlük hərəkətlərimiz kimi bunu qaydalara da riayət etməliyik. Çox təşəkkür edirəm. Əslində çox gözəl bir məsələyə toxundunuz. Bu toxunduğunuz məsələ kiber təhlükəsizlik mədəniyyəti ilə əlaqəli bir şeydir. Əslində mənim çox arzuladığım bir məsələdir. İstəyirəm 2-3 cümlə ilə bu sizin fikrinizə əlavə edeyim. Kiber təhlükəsizlik mədəniyyətinin formalaşması həqiqətən də bu dövrdə çox əhəmiyyətlidir. Çünki bu formalaşmayanda hər şey sadə görsənə bilir. Amma necə ki, bəzən uşaq yetişəndə müəyyən mədəni davranma qaydalarını ona öyrədiriksə, kiber təhlükəsizliklə bağlı məsələlər də zamanla insanların öyrənə biləcəyi və ya müəyyən yerlərdə, təhsil mühitində, digər yerlərdə öyrənəcəyi bir şeydir. Kiber təhlükəsizlik məsələsi onu həm də ehtiva edir ki, biri telefonu yazanda kimsə ona boylanmasın. Eyni zamanda parollar qoyarkən daha etibarlı parollar qoymalıyam. Məntiqi insanlarda formalaşmalıdır. Ümid edirəm bu məsələyə biz nə vaxtsa çatacaq. Təşəkkür edirəm. Çox sağ olun, minnətdaram bir daha. Əziz izləyicilər, bugün yenə biz maraqlı bir və sizlərə lazım olan bir mövzudan danışdıq. Gələn görüşlərə dək hələlik.